Sürücülər, manevrə diqqət edin, yol vermədi avtobusa. Bu avtomobildə yol vermədi. Qayda pozdularmı? Bəli, yol hərəkət haqqında qanunun 48-ci maddəsinin 5-ci bəndində yazılıb ki, yaşayış məntəqəsi daxilində sürücülər işarələnmiş dayanacaqdan, yəni bu nişanla işarələnmiş dayanacaqdan hərəkətə başlayan avtobusa və troleybusa yol verməlidir ki, məqsəd onların intervalı gecikməsin reyslər üzrə. Avtobus və troleybus sürücüləri isə onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdır. İnsanların həyatını təhlükəyə məruz qoymamalıdır. Bəlkə biri qaydaları bilmir, yol verməyəcək. Amma bu nişanı yaşayış məntəqəsində görən sürücü əvvəlcədən lazımınca sürəti azaltmalıdır ki, avtobusa yol vermək zərurəti yarananda qəfil tormoz verməyək, sürəti vaxtında azalda bilək. Və bu nişanı görən sürücüyə dayanmaq tələbi yoxdur. Avtobus hərəkətə başlamırsa, bizim hərəkəti dayandırmağımız tələb olunmur. Bu qanunun 54-cü maddəsinin 6-cı bəndində yazılıb ki, uşaq tanınma nişanı olan dayanmış nəqliyyat fasiləsinə yaxınlaşan sürücü sürəti lazımınca azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir. Burada da dayanmaq tələbi yoxdur. Lazım gəldikdə dayanıb uşaqlara yaxud avtobusun özünə yol veririk. Əgər ehtiyac yoxdursa, sürəti azaldaraq onun yanına keçib getmək olar. Bu maddənin, yəni qanunun 54-cü maddəsinin 2-ci bəndində yazılıb ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidi qarşısında dayanmışdırsa və yaxud sürətini azaltmışdırsa, qonşu zolaqlardakı nəqliyyat vasitəsi yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətini davam etdirə bilər. Bəzən görsən piyada vurmalar belə olan hallarda baş verir. Yəni bir avtomobil dayanır, digər zolaqlardakı avtomobil onların yanından sürətlə keçir və piyada keçidindəki piyadanı görmür və onları vuraraq xəsarət yetirir, yaxud da həlak edir. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi.